Azərbaycan məktəblərinin hamısında bütün 90%'ında Bakı məktəblərində rüşvətxorluq burada yox, buradadır. 50 manat, 60 manat, 70 manat. 50 manat, 60 manat, 70 manat. Bundan əlavə 2-3 uşağa baxıram mən. Nəyinə çatdırıb xanım? İşləmirəm. Bu azmış kimi də məktəb direktoru bizi həm qədəliyir ki, bir də sosial mediaya versən bizi. Bizi hansısa jurnalist yığsa, sizin başınıza oyun açacağım. Salam, hər vaxtınız xeyir olsun. Burada biz çəkiliş edirik. Belə bir iddialar var ki, bu məktəbdə məktəbin direktoru uşaqlardan sinif rəhbəri seçmək üçün pul tələb edir və ayrı-ayrı məsələlərdə də müəyyən məbləğlərdə pul istəyir sinif rəhbəri seçmək üçün. O nə deməkdir ki? Yəni, zəhmət olmasa maneçilik yaratmayın. Məktəbin direktoru sizsiniz burada. Bəs siz kimsiniz, özünüzü təqdim edə bilərsiniz? Mən niyə təqdim eləməliyim? Aləniyyətiniz nədir burada? Niyə cavab vermirsiniz? Məktəbin direktoru necə danışa bilərik? Deməli, məsələ düzdür ki, siz qapını üzümüzə bağlayırsınız da burada. Kimdən danışa bilərik burada? Direktor müavinin otağıdır, amma təəssüf ki, qapını üzümüzə bağlayırlar, cavab vermirlər, qaçırlar. Elvira burada uşaq birliyinin rəhbəridir. Onun səsi deyil məncə, çağıra bilərəm. Elvira müəllimi çağırmağa gedən direktor üzərindəki mikrofonun açıq olduğunu unutdu. Elvira hanı? Onun səsi var da, gəlsin bir kəlmə söz desin. Öyrətsin ki, desin mənim səsim deyil. Hə, desin mənim səsim deyil, mən nə şey deməmişəm. Bizdə pul yığımı yoxdur. Bir kəlmə, hə. Uzun gözləntilərdən sonra Elvira müəllim də gəldi, amma müəyyən səbəblərdən üzünün efirdə görünməsini istəmədi. Niyə məhz sizin adı sallanır? Bu qədər müəllim qaldı, niyə siz? Onu da o valideynə soruşun. Bu qədər yetər. Direktor və onun müəllimi hər nə qədər də rüşvət iddiasını təkzib etsə də hər şey